Sabah seçiminin sonrası mətbuatlarında hər gün xoş gördük. Əvvəl baş məşqimiz Balkan Basmason'la bağlı fikirləndiriləcək. Daha sonrasında suallarınızı anlayacaq. Please coach your comments about today's match. Good evening, everybody. It's really amazing to see all of you. I hope you will be here when we play Kapaz, Gabala, and Shamahi also. You know, in the league. So, congratulations to my team. Congratulations to Sabah fans. Congratulations to all Azerbaijan football fans for the first win. That came in a really difficult game. We probably knew and we analyze and we speak a lot this pre-season that this season we will have to face a lot of teams that will defend with such a deep block and try to deny our goal scoring opportunities as much as possible, and exactly what happened. So we had to be patient, we had to be calm, not to panic, and to wait for those chances to circulate the ball. And this is exactly what happened. So pleased for the boys. Good win, but of course it's not over yet. We have another game. I think very difficult trip to Wales and difficult game on artificial pitch. We lost Steve Solvet today also, unfortunately, in the last minute, but really believe that we have players who can replace him, but we need to be careful and we need to be focused for second time. I really believe that opponent will not be as negative as they were here today, because they have 2 goals deficit, so they need to go forward, they need to show some kind of courage to attack, so that will leave us the spaces, and I really believe that we can use them into our favor into the next game. İlk öncə olaraq axşamınız xeyir və burada hər birinizi görməkdən çox məmnuniyyət verici hisslər var. Həyəcanlıyam hər birinizi burada görməkdən və ümid edirəm ki, mən sizi çempionat oyunlarında, Kəpəz, Qəbələ, Şamaxı oyunlarında da yenə eyni bu şəkildə görəcəm hər birinizi. Öz komandamı, oyuncularımı təbrik edirəm. Bütün Azərbaycan azarkeşlərini ilk Çempionlar Liqasında ilk qalibiyyət qazanmamız münasibətilə təbrik edirəm. Düzdür, biz bugün çox çətin bir rəqiblə qarşılaşdıq, çox çətin oyuna alındı və biz bunu təlim məşq toplanışında artıq oyuncularla danışarkən bilirdik, rəqibi təhlil edərkən bilirdik və biz həmişə təlim məşq toplanışında da oyuncularıma deyirdim ki, daha çox bu mövsüm aşağı blokda öz qapısına yaxın şəkildə dərin müdafiə olunan komandalara qarşı çıxış edəcəyik və bu komandalara qarşı çıxış edərkən də çox səbirli oynamalısan, topu daha çox dövr etdirməlisən və fürsətlərdə istifadə edib yararlanmalısan. Və mən uşaqlara görə yenə də demək istəyirəm ki, çox məmnunam, çox yaxşı bir qalibiyyət əldə etdik, amma hələ bu heç nə demək deyil, çünki bizi qarşıda çox çətin bir səyahət gözləyir. Bundan əlavə biz süni meydançada oynayacaq və axırıncı dəqiqələrdə əfsuslar olsun ki, Solveti də itirdik. Amma mən inanıram ki, kifayət qədər bizim oyuncularımız var ki, onu yetərincə layiqli bir şəkildə əvəz edəcəklər. Yenə də demək istərdim ki, diqqətli olmalıyıq, səfər oyununda daha çox köklənməliyik, daha çox fokuslanmalıyıq və hesab edirəm ki, rəqib artıq 2 gol fərqi ilə geridədir və bu 2 gol fərqini aradan qaldırmaq üçün buradakı kimi mənfi çıxış etməyəcək, daha çox irəli atılacaq və bu irəli atılarkən bizdə boşluq verəcəklər ki, biz də bu boşluqlardan çalışacaq ki, yararlanaq. Buyurun, təbrik edirəm. Ümumiyyətlə, oyunda nə dəyişmək istəyirdi və nə alındı? Firstly, congrats on your victory. After the first half, what would you like to change and what helped to you and what was good for you? Honestly, we didn't need to change anything. I think we were doing great in the first half. We created, in my opinion, even more chances in the first half than in second half. It was 3 perfect chances that we missed. One for Mikkels, one for Zadatka, one for Maluda. But
we just needed to keep doing what we're doing, to circulate the ball, to run into those spaces, to pass into those spaces, and we knew that if we keep doing, opponent cannot defend like that, like for 90 minutes or 180 minutes with the same quality that we eventually we will score, and exactly what happened. Okay, first goal came from a corner, but the second goal came exactly from the move that was really good, and we just like maybe a little bit to correct the position of strikers to be there on 5 meters in the goalkeeper's box, because this is where the balls were coming. But overall I think we, from the first till the last minute, we dominated the game, and in my opinion we really deserve to win this game. Açıqcası desəm, birinci hissədən sonra heç nəyə dəyişmək istəmirdim. Çünki mənə görə biz çox möhtəşəm şəkildə çıxış edirdik və mən hətta qeyd edərdim ki, biz birinci hissədə, ikinci hissədən daha yaxşı oynadıq. Birinci hissədə Mikkelsin, Zedatkanın və Maludanın qol fürsətləri oldu ki, biz onlardan yararlana bilmədik. Biz daha çox topu saxlamaq istəyirdik, daha çox topla davranan bir komanda olmaq istəyirdik. Boşluqlara açılan, boşluqlara şığıyan bir komanda olmaq istəyirdik. Çünki bilirdik ki, rəqib bu şəkildə 90 dəqiqə müdafiə oluna bilməyəcək və biz sonda öz istədiyimiz qolları vurduq. Birinci qolumuzu künc zərbəsindən fərqləndik, amma ikinci qolu tam bizim istədiyimiz, düşündüyümüz kombinasiyalardan vurduq. Yəni boşluqlara açılaraq, boşluqlara açıldıqdan sonra fərqləndik. İkinci hissədə daha çox hücumçuların bəlkə də bir balaca mövqeyini dəyişmək istərdim. Daha çox qapıçı meydançasında daha çox oralara açılmalarını istərdim. Çünki oralara açıldıqdan sonra qollar o zonalardan vurulur və inanırdım ki, biz bunu daha yaxşı eləsək qol fərqlənəcək və mən onu qeyd etmək istəyirəm ki, birinci saniyədə, birinci dəqiqədən son dəqiqəyə qədər oyuna dominant edən üstün tərəf biz idik və hesab edirəm ki, layiqli bir şəkildə bugün biz qalibiyyət əldə etdik. Orhan Əliyev, bir tərəfin münasibət təbrik edirəm Çempionlar Liqasında növbəti oynadığı uğurlar. Son dövrədə Solbetin qırmızı vərəqə alınması daha bu oyunda nə dərəcədə çətinlik yaradacaq? First, I would like to congratulate you on your first victory on the Champions League, and I would like to wish you good luck in the future match games, and absence of Salvet, how will impact you in the away match? We will see. We played some games without Steve last season when he was, a couple of games he missed for injury and one game for the yellow card. But of course, when you analyze our game, you know that he's very important for us. He's an extremely important player, really fantastic person. But those things happens, and all last season he went through without receiving any red card. Today I think it's really harsh, really unfortunate, but what we can do, we need to cope. We have 2 more centre backs that were on the bench today. One of them, of course, will take his position, and we will play. I really believe that the quality we have, even on the bench, even today, like the players who came from the bench, they contribute, and Kahim Pari scored second goal, and Severin also was active. So they need also playing time, and I think it's very good game to show the quality. Görəcəyik. Əlbəttə keçən mövsüm bəzi oyunlarımızı biz Steven Solvetsiz də çıxış eləmişik. O zədə səbəbindən və sarı kartlar səbəbindən bəzi oyunları buraxmışdı. Bizim üçün əgər oyunlarımızı təhlil etsəz görərsiniz ki, Steve necə önəmli bir insan, önəmli bir oyuncumuzdur. O fantastik bir insandır. Amma düzdür, onsuz bizə çox çətin, ağır olacaq. Amma biz çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyat oyuncular skameykasında onu əvəz edə biləcək 2 oyuncumuz var ki, düşünürəm ki, onu da yaxşı bir şəkildə əvəz edəcək. Bizim ehtiyat oyuncular skamyasında kifayət qədər keyfiyyətli oyuncularımız var. Bugün daxil olan, oyuna sonradan daxil olan oyuncularımız da bunu göstərdilər. Necə ki, Kahim oyuna daxil olduqdan sonra fərqləndi. Severina çox aktiv şəkildə çıxış elədi və onlara da oyun vaxtı əlbəttə ki, lazımdır və onlar da öz keyfiyyətlərini göstərməlidirlər. Daha büyük hesablı qələbə qazanmaq şansı var idimi bu oyunda və ümumiyyətlə 2-0 hesablı cavab golunun öncəsi nə dərəcədə
riskli hesab edir. How do you think, coach, did you have more chances to win this game with more goals and 2-0 score for the away match? It's risky for you. I think it's a good score. In any games in Europe, you win 2-0. I think it's a good score, but honestly, I wanted more, and I expected that we're gonna get another goal, but not to be today. But I believe we can score also in away game. As I said, that opponent will need to take more risks. 2-0 down, like I really don't believe that. That they will play exactly the same how they played today. You need to show more courage. You need to go more on the front foot. But I believe that will give us chances. Will give us the space, the necessary space that it was so hard to find today. But of course, 3-0 would be nicer than 2-0, and 4-0 is better than 3-0, and 5-0 is even more better than 4-0. So we will work on that. Əlbəttə ki, biz daha çox istəyərdik ki, daha çox bugün qollar vuraq, daha çox fərqlənək, amma 2-0 da mənə görə yaxşı, əgər bu cür səviyyədə çıxış edirsənsə, yaxşı bir hesabdır. Mən daha çox istəyirdim, daha çox qollar gözləyirdim və inanıram ki, səfər oyunda biz daha çox qollar vura biləcəyik, çünki artıq rəqib risk etmək məcburiyyətində qalacaq, daha cəsarətli bir şəkildə çıxış etməli olacaq, bugünkü oynadıqlarından fərqli olaraq və bu da bizə boşluqlar verəcəklər ki, və biz də bu boşluqlardan yararlanmalıyıq. Əlbəttə, mən 3-0 hesabı, 2-0 hesabdan daha yaxşıdır, 4-0, 3-0-dan 5-0-sa 4-0 hesabından daha yaxşıdır. Biz çalışacağıq ki, bunun üzərində işləyək və səfər oyunda daha çox qollar vuraq, daha çox fərqlənək. Buyurun, Zülfü xanım, sualınız Təbrik edirəm. Congrats, coach. Thank you. And I wish good luck in the next match. Biz gol epizodlarını axıra çatdıra bilmədiniz və rəqib də ola bilsin ki, sizdəki bəzi boşluqları və problemləri analiz elədi. Düzdür, siz olan cavabını verdiniz, amma yenə də mən bilmək istəyirəm ki, bu cür oyun davam edəcəksə qarşıdakı cavab oyununda bu nə dərəcədə sizin üçün problemlər yaradacaq. Və bir də rəqib komandanın baş məqsədi dedi ki, sizdən qabaq. Bizi birinci hissədə çox yordular. Bu bir taktikaydı. Rəqibi birinci hissədə yormaq, sonra ikinci hissədə doğru epizodlar yaratmaq, yoxsa bu təsadüf elə alındı? Firstly, of course, opponent will also analyze you. They will see your problems. They will see also you can give them space. But today you answered. You played very well against them, and after your colleagues said that after the first half, Sabah tired us a lot, and second half you played better. It was like part of your tactic. When you play against the team that defends so deep and they don't make those runs forward, of course, what you need to do, you cannot expect that in the first half it's going to be 2 or 3-0. So you need to play the same game to dominate, to circulate the ball, to have that pressing with the ball, and when you lose the ball, straight to intercept it back. That opponent again needs to go back into defensive shape, and that creates them also psychological, mental problems, because that is very difficult. And when you win the ball, even to make effort to run forward, because you know that you will have to go back in a second. So we just needed to do what we were doing in the first half, and then we always talk, like when we play against teams like this, that just keep doing what we're doing. Like the goals can come on 18 minutes, on 85th minute, sometimes on 90th minute. So exactly like that. One goal came on 85th minute, and again 2-0. Let's see. Of course, they will analyze us. We will analyze them. It's going to be a very interesting game in Wales. Əlbəttə ki, bu cür sıx müdafiə olunan komandalara qarşı oynamaq
bir balaca çətindir və heç kim düşünməməlidir ki, biz bu cür oynayan komandalara qarşı artıq ilk hissədən etibarən 2-0 və yaxud da ki 3-0 hesabı ilə öndə olacaq. Bu cür oyunlarda daha çox topa sahib olmalısan, daha çox öz topu saxlamalısan, pressingi eləməlisən və topu itirdikdən sonra çalışmalısan ki, topu geri qazanasan və bu əlbəttə ki, bu hallar psixoloji, mental cəhətdən müəyyən mənada rəqibi də yorur və biz ikinci hissədə biz bilirdik ki, bu tür komandalara qarşı oynayarkən ola bilər birinci hissədə fərqlənməsək də, ikinci hissədə əgər bu şəkildə davam eləsək, qollar 80, 85, 90-cı dəqiqədə gələcək və eyni şəkildə biz 85-ci dəqiqədə fərqləndik, qolumuzu da vurduq. Əlbəttə onlar da bizi təhlil eləyəcəklər, bizim zəif nöqtələrimizi təhlil edəcəklər. Biz də onları yenə təhlil edəcəyik. Baxaq görək OS-də yenə nələr olacaq. Congrats on your victory. Thank you. Mənə bir şey maraqlıdır, ilk hissə barədə sual verəcəm. Sabah hər cəhətdən üstün idi mənə görə ilk hissədə. Sadəcə olaraq Ronaldo qol şanslarını dəyərləndirə bilmədi. Bunun səbəbi nə idi? Bitiriciliyi büyük idi, yoxsa təxminsiz olaraq bunun səbəbini nədə görür? I would like to ask you about the first half, because first half you were superior than opponent team. You have had a lot of goal occasions, but you did not use. I would like to ask why you didn't use, reason of not using, because why you have not. This is like finishing instinct or reasons of not using a lot of goal Football moments. is very low scoring game, you know, like if you score 1 or 2 goals, it's, I think, you know, like the most common score in football is 1-0. Today we scored 2 goals, so I really believe that we did our job, and it's not possible to score every chance that you create. Yes, sometimes they go in easier, sometimes more difficult, but this is football. As I say, I'm very happy about how the players went and executed the game plan, that from the first minute we could dominate, we could have those entries, but again, don't forget that this is the first game of the season, and the players need to get into the form, to get into this sharpness, and I think when we play 5, 6, 7 games, the team will grow, and those goals will be easier to score. We need to give credit to opponent as well. I think they came with the plan and they tried to execute this plan, and with a little bit of luck, the score also could be 0-1 or 0-0 even. So I think, you know, like we need to give a credit to Sabah players who kept the plan, who executed the plan, and who scored 2 goals, and who created even more chances. Əlbəttə ki, futbol elə bir oyundur ki, burada daha çox 1-0, 2-0 hesablı bu cür hesablara daha çox rast gəlinir. Bizim vəzifəmiz odur ki, bizim işimiz odur ki, hər oyun bu cür qol fürsətləri yaradaq və düzdür, elə bir oyundur ki, burada hər yaratdığın qol fürsətindən də yararlana bilmirsən. Bəzən bu qollar asan bir şəkildə tora daxil olur, bəzən isə çox çətin bir şəkildə tora daxil olur. Amma mən yenə də qeyd etmək istəyirəm ki, mən öz oyunçularımın bugünkü oyunundan razıyam. Onlar bizim istədiyimiz oyun planı var idi ki, oyun planına sadiq qaldılar və düzgün şəkildə meydançada icra etdilər. Oyunun ilk hissəsindən son hissəsinə qədər dominant olan tərəf biz idik. Onu da yaddan çıxartmayaq ki, bu mövsümün ilk oyunudur. Artıq düşünürəm ki, 5, 6 ya 7 oyun oynadıqdan sonra oyunçuların öz formasını daha yaxşı əldə edəcəklər, daha yaxşı formaya düşəcəklər və daha kəskin, daha iti olacaqlar və daha da yaxşı inkişaf edəcək. Əlbəttə rəqibə də rəqib barəsində demək lazımdır. Rəqibin də özünə məxsus oyun planı var idi və onlar da istəyirdilər ki, hesabı 0-0 və yaxud da ki, saxlasına bir fürsət də oldu ki, fərqlənə də bilərdi oyun, 0-1 də ola bilərdi. Amma yenə də mən öz oyunçularımın haqqını vermək istəyirəm. Oyunçularım doğrudan da öz oyun planımıza sadiq qaldılar və istədiklərimizi meydançada icra etdilər və hətta daha çox qollarda vura bilərdik bugün. Congrats on your victory, coach. Biraz biliyorsun kaldığından o trende çevrilen meselelerden misafir etmek istedim. Forvet'e verilen bölümümüzü vergiye göre herhalde bir ceza verilir. Bu cezanın hayata salınması için bu ekranın gösterimi yapılması istiyorsunuz.
about my question about the World Cup trends. That of course Soviet will be punished, and do you want to like request from UEFA to cancel this punishment? Thank you. Very good question. You know, the only problem that in Azerbaijan the president is Aliyev, not Donald Trump. So, and I think, like people respect, like here football rules, and they don't interfere where they don't need to interfere. That football rules is football rules, but you see, for some leaders, like they don't have that respect and they go to their own way. Çox yaxşı sualdır, amma sadəcə bir problem var. Bizim prezidentimiz İlham Əliyevdir, Donald Trump deyildi və bizim Azərbaycanda bütün futbol qaydalarına riayət edilir və heç bir şeyə müdaxilə edilmir. Bu artıq mən fikrimcə hər bir lider öz işi ilə məşğul olmalıdır. Öz yolu ilə getməlidir. Yeni oyuncularla biz meydanda yalnız birini gördük. Növbəti oyunda transfer olan futbolculardan kimləri görmüyorlar və tutaq bu müddət ərzində yeni transfer gözlənilmi? Bu birinci sualdır. Siz buna cavab versiniz sonra. I would like to ask about the new arrivals, new transfer in the future game, in the away game. Which new transfers we can see on the pitch, and do you want to bring new players to the squad? I think it's too early today to speak about who will start the game in Wales. We need to go to recover, to train, and to see who's going to be in that form, who's going to train better to decide before the game. And regarding second part of the question, is at the moment I think we have full squad, and all depends on how we're going to perform during the summer. I always say to this question that the work is ongoing all the time, even the transfer window closes or transfer window opens. But at the moment we're focusing on what we have. So this is next game in Wales. Then we know that we have another opponent from Finland or from North Macedonia. So we just need to be focused on this. And if somebody will be below our expectations or injuries, or we will get a chance to bring another top player, of course we will do it. But I always say that the most important thing is today what we have in our team, and I believe that this team still has a lot of potential, a lot of quality to show. Əlbəttə bu barədə danışmaq hələ erkəndir, çünki OS-də səfər oyunumuzda daha çox biz bərpaya fikir verəcəyik, bərpa keçməlidir oyuncularımız, daha yaxşı hazırlaşmalıyıq və hal-hazırda orada kimlərin çıxış edəcəyi, kimləri orada görəcəyik demək bir balaca tezdir. Sualın ikinci hissəsinə gəldikdə isə bu bizim artıq yayda göstərəcəyimiz performansdan da asılıdır. Mən həmişə onu qeyd eləmişəm, bir daha da qeyd edirəm ki, bizdə iş heç vaxt dayanmır, istər transfer pəncərəsi bağlansın, istər açıq olsun. Biz həmişə transferlər üzərində işləyirik. Hal-hazırda ən önəmlisi bizim üçün US-dəki səfər oyununa köklənməkdir. Bu oyunda əgər uğurlu olarsa biz daha ondan sonraki rəqiblərimiz Finlandiya və Şimali Makedoniyadan olacaq rəqibimizə qarşı oyunlara köklənməkdir. Əlbəttə ki, ola bilər ki, zədələr olsun, ola bilər ki, oyuncular bizim ümid vəslətiklərimizdən aşağı şəkildə çıxış eləsinlər. Onda biz çalışacağıq ki, daha yaxşı top bir oyuncu, daha yaxşı oyuncu gətirək. Amma mən onu qeyd etmək istəyirəm ki, bizim bu komandanın kifayət qədər yaxşı potensialı və keyfiyyəti var və biz bunun üzərində də işləməliyik. İkinci sualım belə səfər oyunundan bağlıdır. Sonqenin yoxluğu və Tenisinin də bundan əvvəl son mövsümdə vurduğu qollar arasında rəqibin cəbhə meydançası daxilində qarşılıq yaradır və o qarşılığından fürsət tapıb qapıya qol vurmalar var. Və indiki vəziyyətdə biz bu oyunda da bir epizodda elə bir şey gördük ki, gün zərbəsindən sonra
rəqib qarşılıq yaradır. Sadəcə Sabah futbolçuları orada təhlükəni oluşurlar. Xüsusilə də hava topları ilə bağlı hücumlar olur. Solvenin yoxluğu və hava toplarında hakimiyyətin rəqibin tərəfdə keçəcəyi deməkdir. About the every game, I would like to ask about the TNS match. We have seen that they are creating a lot of chaos in the box, and after this is case, they want to score a goal. Today we also saw this is one moment after the corner, they wanted to create chaos and almost they tried to score. And absence of the solid in the away match. And how do you think, coach, in to the aerial duels it will impact? I think it's very naive to say that doesn't matter which team you play in Champions League, that opponent will not create some kind of opportunity, some kind of chances for themselves. They are champions. They also have quality players. They have quality moves, and those situations where, especially they play long balls in our penalty box. Of course, it's unpleasant, but you have to deal with that, and you have to find a way how to defend. And yeah, again, like today, maybe one or twice, like a couple of crosses came towards our goals. But again, I believe that this is the first game. We, in all segments, not only in attack but in defense, we will get better. And of course, I will expect different game in away, because I believe that this team will show more, will show more character, will be more courageous. And as I said from very beginning of this press conference, that we need to work, we need to be ready, that the job is not finished. Əlbəttə ki, bir balaca sadəlövhlük olardı demək ki, amma bütün rəqiblər Çempionlar Liqasında çıxış edən komandalar çox keyfiyyətli rəqiblərdir və onlar da öz ölkələrinin çempionu olublar, onlar da oynamağı bilirlər. Düzdür, bugün uzun toplarla rəqib yenə bizim cərimə meydançasına yaxınlaşmağa çalışırdılar. Biz bütün bunların əlbəttə qarşısına həll yolunu tapmalıyıq. Düzdür, bugün bəzi asmalar etdilər cərimə meydançasına, amma müdafiədəki götürsək ümumi şəkildə çox yaxşı çıxış elədik. Müdafiə segmentləri hücuma nisbətən daha yaxşı idi. Amma mən səfərdə yenə burada qeyd etdiyim kimi mətbuat konferansının başlanğıcında fərqli bir oyun gözləyirəm. Çünki artıq rəqib daha çox xarakter göstərməli, daha cəsarətli, irəli atılmalıdır, oynamalıdır və mən fikirləşirəm ki, bizim hələ işimiz bitməyib. Növbəti oyunda rəqib başlanışı qeyd etdi ki, bura gələrkən əsas bizi yoran uzun yol oldu. Nəzərə alsaq ki, Sabah dövlətinin yəqin ki, yol problemi olacaq. 2-0 öndə olan Sabahda bu amil nə dərəcədə işini çətinləşdirə bilər? Və süni meydança qeyd etdiniz. Rəqib başlanışı qeyd etdi ki, bu meydançada, həmin meydançada, yəni elə rəqibləri məğlub etmişik ki, Sabahı da edə bilərik. So, firstly, I would like to congratulate on your victory and wish good luck in the future match. Apparent head coach, he has mentioned that for them was a problem, a long trip to Azerbaijan. Also, this is a long trip, will not problem for you when you will go to Wales. And also, he has said that they will play on the artificial pitch, and they have won a lot of teams. They have beaten a lot of teams on artificial pitch, and also they can beat Sabah on this pitch. What do you want to say about this? Well, this is challenge. Like they travel to Sabah a long time. Now we'll travel to Wales for a long time. We play on the grass here, they play on the artificial pitch there, but at the end of the day, it's football. Again, like we need to accept the challenge and to prepare ourselves that not to have any excuses when we go on the pitch next Tuesday. Əlbəttə ki, bu bir çağırışdır, bu bir mübarizədir. Onlar necə ki, bura uzun müddət səyahət ediblər. Biz də eyni şəkildə uzun yolculuq bizi gözləyir. Biz bugün ot meydançada qarşılaşdıq rəqiblə, orada süni meydançada oynayacaq.
Bu bir çağırışdır. Bu çağırışı qəbul etməliyik və elə etməliyik ki, artıq gələn həftə rəqiblə qarşılaşarkən, oynayarkən heç bir bəhanəyimiz olmasın. Son sual. Var liqanın münasibətlə təmsil edən olan arasında dövlət oyunlarda bir də oyun epizodunda Zedatka rəqiblə münaqişə yaşadı və həmin münaqişədə çox agresiv yanaşdı və bu agresiv yanaşma olan qırmızı rəqiblərində olan ibarət ki, futbolçu bu formada agresiv oyunu ona gələcək oyunlarda da komanda çətinə sala bilər. Firstly, I would like to congratulate you with your deserved victory. You deserved today to win the match. In the first half, in the one episode, Zedatka played very aggressively and he could get a red card. How do you think playing aggressively like this is in the future can create problems for you? You know, this is football and it's contact game, and if you play too aggressive, yes, can create problems for you. If you don't play aggressive, also can create problems for you. So you need to find a way, but you know, it's football, it's not chess. Even in chess, Magnus sometimes, you know, like slams the chessboard, you know, like, and here, when the emotions, when you go for the ball, when you need to use the body contact and to win that ball, and opponent also is doing the same. So I think it's absolutely normal, and honestly, I didn't see any over aggressive actions. It was normal situation. Both players got booked and they kept playing till the end. Əlbəttə, futbol bir təmas oyunudur. Futbolda bu hallara rast gəlirik, amma bəzən həddindən düzdür, agressiv çıxış eləmək də yaxşı hal deyil, amma bəzən agressiv şəkildə çıxış eləməmək də futbolda yaxşı bir hal deyil, az agressiv olmaq da yaxşı bir hal deyil. Futbol şahmat oyunu deyil, hətta şahmat oyununda belə bir də görürsən ki, Magnusun özü belə öz hisslərinə sahib çıxa bilmir, şahmat taxtasına əlini çırpır, əlini vurur. Bu bədən təması olan bir oyundur və mən tamamilə bunu normal bir hal kimi qarşılayıram və mən orada həddindən artıq agresiyalı bir hal görmədim. Düzdür, hər iki oyunçu, baş hakim hər iki oyunçunu da cəzalandırdı və hər iki oyunçu oyunun sonuna qədər oyunlarını davam etdirdilər. Mətbuat konferansına yekunlaşdırır. We can close our post-match conference.